Bəli, dördüncü dəfədir keçirilən media forum artıq qlobal media nümayəndələri arasında əməkdaşlığın genişləndirilməsi, təcrübə mübadiləsinin təşviqi və müasir informasiya mühitində yaranan çağırışların birgə müzakirəsi üçün vacib platformaya çevrilib. Forum çərçivəsində media və rəqəmsal transformasiya, dezinformasiyaya qarşı mübarizə, süni intellektin jurnalistikaya təsiri, etibarlı informasiya mühitinin formalaşdırılması, böhran dövründə medianın rolu və sülhün təşviqində informasiya siyasətinin əhəmiyyəti kimi aktual mövzular ətrafında panel müzakirələri, interaktiv sessiyalar və fikir mübadilələri keçirilir. Tədbir həm də Azərbaycanın artan beynəlxalq nüfuzunun təsdiqi kimi xarakterizə olunur. Şuşa Qlobal Media Forumu dünyanın ən intellektual siyasi diplomatik platformalarından biridir. Əgər biz diqqət etsək görəcəyik ki, 4-cü Şuşa Qlobal Forumuna Afrikadan tutmuş Yaponiyaya qədər, Avropadan tutmuş Yaxın Şərqə qədər çoxsaylı ölkələrdən çoxsaylı nümayəndələr gəliblər və hər biri öz problemlərinlə bağlı suallar verirlər. Yəni diqqət etsək görəcəyik ki, Azərbaycan prezidentinə verilən suallar sadəcə bizim regionla bağlı deyil. Afrikalı, Konqolu bir jurnalistə sual verir, Yaponiyalı bir jurnalistə sual verir, Ukraynalı bir jurnalistə sual verir. Bunun səbəbi nədir? Bu, Azərbaycanın orta güc olması və dünyada baş verən hadisələrə mümkün təsir imkan etmə qabiliyyətindən bağlıdır. Çox mühüm bir məsələdir. Regionda dayanıqlı sülhə nail olmaq üçün hansı addımlar atılmaqdadır və gələcəkdə hansı proseslər planlaşdırılır, regional təhlükəsizliklə bağlı verilən mesajları, eyni zamanda regionda reallaşması gözlənilən həm logistik imkanların özündə ehtiva edən kommunikasiya qovşaqlarının açılması, eləcə də regionda reallaşdırılması gözlənilən bir sıra digər layihələrlə bağlı Azərbaycanın dünyaya açıq olması, həmçinin Azərbaycanın artıq Avropanın enerji təhlükəsizliyinin bir parçasına çevrilməsi ilə bağlı məsələlər, regionda ətraf ölkələrdə baş verən münaqişələrlə bağlı Azərbaycanın mövqeyi və bu bölgədə əsas söz və güc sahibi olaraq, orta gücün əsas nümayəndəsi olaraq Azərbaycanın bu regionun bütövlükdə sülhə və sabitliyə doğru istiqamətlənməsi yolunda Azərbaycanın üzərinə götürdüyü məsuliyyətlə bağlıdır.